insanın zehnində səhv düşüncə, səhv təsəvvür formalaşır və xüsusən də gənclərin. Hətta əqidəsindən, dinindən asılı olmayaraq belə. Məsələn, sosial şəbəkələrdə, filmlərdə, qısa metrajlı videolarda, filmlərdə, məsələn, ailə barəsində çəkilmiş o təsvirlər barəsində ki, cavanlar izləyirlər bunu. Məsələn, bir xanımdır, həyat yoldaşı ilə, kişidir, həyat yoldaşı ilə çəmənlikdə oturublar, məşədə, dağda, evdə, çox görüntülü, mənzərəli bir yerlərdə. Elə bil ki, məsələn, yeni ailə qurublar və yaxud bir neçə ildə ailə qurublar. Çox da gözəldir, çox gözəl yaşayırlar, hər bir şey qaydasındadır və əllərini də ağdan qarıya vurmurlar, işləmirlər, eləmirlər. Ancaq elə gəzmək, əylənmək, istirahət eləmək belə. Bu, bir növ bu cür videoların, bu cür şəkillərin baxılması cavanlar tərəfindən və ailə qurmaq istəyənlər tərəfindən onlarda belə bir təsəvvür yaradır, belə bir düşüncə formalaşdırır ki, yəni ailə qurdunsa, evləndinsə, kişi, xanım, istər qız olsun, istər oğlan olsun, belə düşüncə formalaşır. Ailə qurmusansa, onda heç bir iş görməyəcəksən, iş görmürsən, ancaq elə əyləncə, demək, gülmək, xoş istirahət eləmək, günün hər bir saatı yaxşı keçməsi, yəni ailə bundan ibarətdir. Bu cür formalaşır düşüncə və ailə qurandan sonra da ki, bu şeylərin tam əksini görürlər və orada da sıxıntılar başlayır yaranmağa, dözümsüzlük olur, bəzən də gətirir boşanma ilə bu məsələ nəticələnir. Amma bunu hər bir kəs ailə qurmaq istəyən, ailəli olan kişi və xanım qəbul eləməlidir, başa düşməlidir ki, bu həyatda o görüntülərin hamısı belə deyək, mümkündür, ola bilər, amma milyonda bir insanda ola bilir, amma o da hər gün mümkün deyil ki, olsun. 3 gün, 5 gün ola bilər, mütləq onun bir günü, bu həyat belədir ki, bir səhifəsi ağdırsa, bir səhifəsi qaradır. Bu həyatın işıqlı günü də var, qaranlıq gecəsi də var. Bu qaçılmazdır. Bunu tam olaraq rahat şəkildə düşüncə ilə hər bir insan, hər bir gənc qəbul eləməlidir ki, həyat problemlərlə doludur. Var, elə bir həyat var, amma o həyat burada deyil. O, inşallah nəsib olsa bizlərə behiştədir, Allahın cənnətindədir ki, hər günü, hər saatı, hər dəqiqəsi elə o, həmin o videolarda, o şəkillərdə göstərilən kimidir.